Bugünkü reportajımızın qəhrəmanı 20 ildən artıqdır ki, məhz cərrah kimi fəaliyyət göstərən Fərid Quliyevdir. Biz hazırda onun yaşadığı binanın qarşısındayıq. Fikirləşəcəksiniz ki, biz niyə səhiyyə müəssisəsində yox, məhz onun evindən çəkiş aparacağıq? Bu sualın cavabını bir neçə saniyədən sonra biləcəksiniz. Getdik. Bu şəkil məşhur Amerikanlı Edgar Allan Poe yazıcısının Qarğa poemasının illüstrasiyasıdır. Onun üçün çəkmişəm. Yəni çox maraqlı poemadır. Yəni həmişə ölüm insana elə bir ki, yaxşı görsənir. Ona görə mən çəkdim ki, güzgüdə o gülümsəyir. Rahat, işıqlı və hər güşəsində qələmlə çəkdiyi qeyri-adi rəsmlər, əl işləri olduğu bu məkana niyə gəldiyimiz yəqin ki, sizə aydın oldu. Ömrünün yarısını tibb bəhs edən 50 yaşlı müsahibim paralel olaraq rəssamlıqla məşğuldur. Fərid Quliyev günün çox hissəsini öz evində yaratdığı bu balaca emalatxanasında keçirir. Maraqlısı da odur ki, müsahibim rəsmlərini yalnız qələmlə çəkir. Hərdən bir olur ki, bir həftə, 2 həftə, 3 həftə oturursan, yəni qətiyyən şəkil çəkmək istəmirsən. Amma o his gələndə heç nə qabağını almır. Evdə səs olsun, küy olsun, qonaq olsun, yəni o mənə mane olmur. Yəni əsas odur ki, o his gəlsin. Bütün rəssamlarda əsas rəssamı ilə adi şəkil çəkən insanlardan o fərqlənir. Siz təzə bir resept tapanda bilmirsiniz pişirəndə nə çıxacaq. Məndə də mən şəkili başlayanda heç vaxt bilmirəm axırda nə çıxacaq. Bir də qələmlə çəkməyin bir şey maraqlıdır. Orada məsələn karandaşla çəkəndə onu pozmaq olar. Qələmi pozmaq olmur. Fərid Quliyev deyir ki, uşaqlıqdan rəsm çəkməyə böyük maraq olub. Orta məktəblə paralel İncəsənət məktəbində 8 il təhsil alıb. Elə o gündən həvəskar rəssamlıqla məşğuldur. Öz dünya görüşünü kağızda, bəzən isə taxtada əks etdirir. Bəli, bu da yəni vaxtı ilə çox məşhur olan piroqrafiya bir rəsm xəttin bir dalğasıdır. Vaxtı ilə çox belə məşhur idi, aparatları buraxırlar, amma çox təəssüflər ki, son zamanlar bu lazer qravirovkası üzə çıxandan sonra buna ehtiyac o qədər də yoxdur. Bu ağacın qırığı, bunu da mən götürdüm, bu nəsə xoşuma gəlmişdi. Türk əlifbasını mən hardasa görmüşdüm, xoşuma gəldi. Yəni bu qədim türk runalarıdır. Yəni ondan da mən sadəcə yazdım burada Türk el yazılıb, Türk el. Həkimlik insanlara kömək eləməkdir. Yəni insanın sağolluğunu, onların elə bil ki, yaxşı olmağını görəndə bu tam ayrı hisslərdir. Bu elə bil ki, mənim cəmiyyətlə olan münasibətimdir. Amma rəsm xətt bu tək mənə aiddir. Bu məndən başqa heç kəsə aiddir. Həvəskar rəssamın çəkməyə hazırlaşdığı əsərləri çoxdur. Arzularından biri də yer kürəsini və dünyada baş verən müharibələrin insan həyatına vurduğu zərərləri ağ vərəqlərə köçürməkdir. Vüsal Arifsoy, Emin Tağıyev, Səbuy Sadiq, Telesəhər.